Hər kəsə salam. Mən Hilal kurslarının ingilis dili müəllimi Yaxşıxanım Bağırova sizə Hilal kurslarının 24 may tarixində təşkil etdiyi 5-ci siniflər üzrə 2-ci ümumi sınaq imtahanındakı ingilis dili suallarının izahını verəcəyəm. Uşaqlar, məndəki B variantıdır, yəni izah edəcəyim variant B-dir. Mətn sualları ilə gəlin başlayaq. Mətnə aid 2 dənə sualımız var. Gəlin birinci mətni oxuyum sizin üçün. Books are very important in our lives. Kitablar bizim həyatımızda çox önəmlidir. Many people enjoy reading books. Çox insanlar kitab oxumaqdan ləzzət alır, keyf alır da belə deyək. Books help them learn new things and improve their knowledge. Kitablar onlara öz biliklərini inkişaf etdirməyə və yeni şeylər öyrənməyə kömək edir. There are many different kinds of books for children and adults. Uşaqlar və yetkinlər üçün çoxlu növ kitablar vardır. Some books tell funny stories, others teach science, history or nature. Bəzi kitablar məzəli əhvalatlar danışır, digərləri elm öyrədir, digərləri təbiət haqqında və yaxud da tarix haqqında məlumat verir. Reading also helps children learn new words and become good students. Reading uşaqlar burada oxu olacaq. Yəni bilirsiniz də ingilis dilində listening var, reading var. Burada söhbət oxumaqdan gedir. Yəni oxumaq uşaqlara yeni sözlər öyrənməyə və yaxşı şagirdlər olmağa kömək edir. The students who read a lot often have good vocabulary and writing skills. Şagirdlər çoxlu oxuyan şagirdlərin yaxşı lüğət bazası və yazı qabiliyyətləri olur. People can read books at school, at home or in libraries. İnsanlar kitabları məktəbdə, evdə və ya kitabxanalarda oxuya bilirlər. Today many schools have modern libraries with a lot of interesting books. Bu günləri çox məktəblərdə müasir kitabxanalar var. Çoxlu kitablar, maraqlı kitablarla dolu kitabxanalar var. There are quiet reading rooms with students can sit and read. Burada quiet-in altından xətt çəkirlər uşaqlar. Diqqətli olaq burada. Deyir ki, şagirdlərin və yaxud da tələbələrin oturub oxuyacağı sakit otaqlar var. Today some students are also using the internet to find books and information for school projects. Yəni bu günlərdə bəzi şagirdlər həmçinin internetdən istifadə edə bilərlər, hansı ki öz məktəb layihələri üçün information, yəni məlumat əldə etmək üçün. Ən axırıncı paragrafı oxuyaq. Children often read books after school or before bed. Şagirdlər kitabları məktəbdən sonra və yaxud da yatmazdan qabaq oxuyurlar. Some families read together in the evenings. Bəzi ailələr axşamlar bir yerdə oxuyur. Parents sometimes read stories to young children and the children listen carefully. Valideynlər bəzən öz uşaqlarına oxuyurlar hekayələri və uşaqlar da diqqətlə qulaq asır. Reading is a useful and interesting activity for people of all age. Ümumiyyətcə oxu qabiliyyəti də, yəni nəsə oxumaq uşaqlar. Bu alışqanlıq fərqi yoxdur. Yəni demək istəyir ki, bütün yaşdakı insanlar üçün faydalı və maraqlıdır. Yaxşı, uşaqlar, gəlin 26-ya baxaq. Deyir ki, mətnə görə doğru variantı tapın. A-da deyir ki, kitablar uşaqlar üçün boringdir. Xeyr, bu ola bilməz. B-də deyir ki, some students use the internet to find. Bəli, bu doğru cavabdır. Bayaq oxuduq. B variantı. C-də deyir ki, cannot improve, inkişaf elətdirmir əksinə. D-də deyir ki, uşaqları note eləyir. Xeyr, uşaqları note eləmir. Dəcəl deməkdir note. D-də deyir ki, uşaqlar dislike, xoşlamırlar kitabları. Yox. Belə bir məlumat, yəni bu indi hansı uşaq xoşlamaya bilər, amma uşaqlar biz mətnə əsasən doğru cavabı götürürük. Gəldik 27-yə, altından xətt çəkilən hansı sözdür? Quiet, sakit, sinonim istəyir, silent bizim sinonimimiz olacaq. Low aşağı, ancient qədim, intelligent ağıllı, tidy səliqəli, quiet sözünün sinonimi deyil. 28-də uşaqlar article istəyir. There is a blank and old museum. Uşaqlar, museum nədir? Muzey, sayılan təksimli. There-izdən sonra sayılan təksimə mütləq en verirəm. Burada da old, muzey sözünü təyin elədiyi üçün old-a əsasən ən götürürəm, götürmürəm. A getdi, Y getdi, C getdi. Davam edirəm. Near the city center olacaq, a city center olmayacaq və ikinci səfər artıq hansı muzeydən söhbət getdiyi üçün, bildiyim üçün, daha doğrusu verməyəcəm, cavab qalacaq Dərbənd, yəni D variantı, belə deyim. 29-da uşaqlar yanlış cümləni istəyir.
Gəlin baxaq. There is a sheep near the river and it is eating the green grass. Burada bir yanlış yoxdur. My uncle has got a farm and his deer live. Ferması var. Marallardan söhbət gedir, düzdür. The fish is swimming in the aquarium and the children are watching it. Bəli, burada balıq təkdir deyə, uşaqlar da onu izləyir deyə bu doğru ola bilər. Və yaxud da akvarium izləsə də belə buradakı it doğrudur. There are swine in the yard and they are sleeping. Swine ardı. Deməli burada cəmdir. Zeyar doğrudur. My grandfather has got many sheep on his farm. Aha. Burada qoyunlar cəmdir. And he feeds it every morning. Burada uşaqlar, vuruladığımız söz qoyunlar olduğu üçün it yox, zem olmalıydı. Ona görə yanlış cavab olacaq Y variantı. Uşaqlar, daha sonra gəlin 30-cu suala baxaq. There is, zera və yaxud da it is və yaxud da zeyar, zera, yəni bunların qarşılığıdır. Uşaqlar, in the sky səmadadırsa, deməli zera verəcəm. Çünki ulduzlar cəmdədir. Zeriz getdi, zeyar getdi, zeriz getdi. İkinci səfər onlar çox gözəldir deyir. Uşaqlar, cavab olacaq A variantı. Ümumiyyətcə diqqət edirik. Zeriz zeradan sonra mütləq şəkildə isim gəlməlidir. Sifət gəlirsə, bu deməli to be qaydasının, yəni ki, şəxs əvəzlikləri ilə to be qaydasının işlənməsidir. Zeriz ya da zera beautiful-a qoya bilmərəm. 31-ci sualda uşaqlar şəxs əvəzliyi istəyir. Daha doğrusu bunu belə eləyək. Aha. My aunt and uncle have a bakery. Aunt and uncle 2 nəfərdir. Onlar dadlı tortlar satır. Deməli olacaq Z. Yəni rahat bir sualdır. 32-də altından xətt çəkilən sözə 5 students. Aha, uşaqlar mübtədanın təyinidir. 5 dənə uşaqdır. How many verəcəm? Deməli D getdi. A getdi how much-a görə. Uşaqlar demişdik ki, mübtədanın təyininə sual verəndə cümlə elə ki, how many-ni qoyduq. Cümlə olduğu kimi davam eləməlidir. Yəni how many-dən sonra students gəlməlidir. Və cümləmiz davam etdiyi zamanda olduğu üçün B ilə C gedəcək. How many students are waiting in the library? Deyir ki, 5 şagird kitabxanada hal-hazırda yəni gözləyir. Neçə dənə şagirdlər, yəni olacaq Y variantı. Imperativ istəyir uşaqlar, əmr cümləsi. Samirdən sonra vergül qoyulmayıb, həm də opuna. Ümumiyyətcə A variantı uşaqlar tamamilə yanlış. Yəni hardan baxsanız yanlışdır. B doğru cavabdır. Xitab olunan şəxs cümlənin axırında olanda özündən əvvəl vergül qoyuruq. C-də əmr cümlələrinin inkarı don't ya da never olur. Sadəcə not olmaz. D-də samirdən sonra vergül qoyulmayıb. Y-də fe'lə ing artırıblar. Yes, no question. Uşaqlar, yes, no nə idi? Bizdə var idi yes, no, alternativ, tag questions və special questions. Yes, no olması üçün cümlə mütləq köməkçi fe'lə başlamalıdır. Cümləmdə or olmamalıdır. W-ilə başlamamalıdır. Baxıram ki, uşaqlar A variantında does verib, okey, amma cook'un esini çıxmalıydılar. B variantında uşaqlar books cəmdədir, iz veriblər. C variantı do they usually travel? Onlar adətən qatarla səyahət edirlər. Bəli, bu doğru cavabdır. D-də maydən sonra things gəlib. Y-də də are you having a good time olmalıydı. Are having you yox. Aha. Gəldik ən çox qarışdırdığınız şey, sual tipi. Cümlədə feil yoxdur, to be ifadədir. Do-ları, does-ları, have-ləri çıxırsınız. Söhbət burada yəni deyir ki, sənin ya da sizin, whatever, sinif yoldaşlarınızın layihəsi. Söhbət layihədən gedir deyə uşaqlar. Cavab olacaq A variantı. 36-da yenə də zaman zərflərinə diqqət edirsiniz. Deməli, birinci tərəfdə every winter var, deməli present simple. İkinci tərəfdə this winter var, deməli present continuous. C getdi, Y getdi. My cousins cəmdədir, goes olmaz. İkinci tərəfdə də davam edici olmalıdır. Cavab A variantı. Çıxdaş etdiyiniz zaman bəzən tərcüməyə belə uşaqlar gördüyünüz kimi ehtiyacımız olmur. Have got, has got qaydası. Deməli, uşaqlar cavaba mütləq diqqət edin. Haslə cavab verirsə does-la başlamaq olmaz, do-la başlamaq olmaz, have-la başlamaq olmaz. Cavab D variantı. Yəni diqqətli olduğunuz zaman uşaqlar fərqi yoxdur. Siz müəllimsiniz, şagirdsiniz, fərqi yoxdur. Yəni bunu kim işləyir? Çıxdaşla çox rahat şəkildə suallar tapıla bilir. 38 tag question-da ayrıcı sual. Gəlin baxaq. The children are playing in the yard. Aren't they? Deməli, are they, don't they, isn't it, do they olmaz, cavab qalır
B variantı. Uşaqlar davam eləyək 39-cu sualda. Mistake detector, təbii ki, səhv tapmalar. Gəlin baxaq. My brother don't. Aha. Dakika 1, gol 1. Braz ilə don't olmaz, doesn't olmalıdır. Cavab olacaq B variantı. Yenə də baxaq. Drinking a lot of water düzdür. At night düzdür. Yəni proposition doğru işlənib. Cavab olacaq 2. Yəni B variantı. Cardinal və ordinal. Qarşıq verilib. Gəlin baxaq. Şolar deyir, today is the 20s olmalıydı. Səhv verilib. She has 3 cats olmalıydı. Səhv verilib. The 5 students, 5-ci şagird. Aha. C doğru cavabdır. I bought the second apples. Ümumiyyətcə uşaqlar, second apples doğru deyil axı. İkinci almalar biraz qəribə çıxır. Həm də Z artikli yoxdur. Zeradan sonra cardinal verməliyik. Ordinal olmaz. Həm lap versək də belə tutaq ki, Z artikli verilməyib. Aysel and I using this computer. Uşaqlar, səhifə 200 səhvləmirəmsə 98-də olmalıdır, yoxsa 97. Nəsə önəmli deyil. Yəni 5-ci sinif lüğətimizdə bizim sözümüz vardı. Take turns, növbələşmək. Deyir, Aysel və mən bu kompüteri istifadə eləmək üçün növbələşirik. Nə olacaq? Take turns. Yəni lüğəti bilən uşaq bunu rahatlıqla yaza bilər. Modal feillər istəyir. Kəndən sonra feili S artırmıram, A getdi. M'dən sonra to gəlməz, B getdi. Cannot ayrı olmur, D getdi. Can olan cümlədə başqa köməkçi feilə ehtiyac yoxdur. They can finish the project today. Bəli, cavab Y variantı. Y biraz qəribə oldu. Uşaqlar, gözlüyün təzdən yazım Y-ni. Incorrect istəyir. Uşaqlar, sayılmayan isimlər yanlış verilsin. A variantı uşaqlar, menüdən sonra fönüçə gəlməz. B-də some milk doğrudur. C-də a lot of information doğrudur. D-də jewelry doğrudur. D-də no sugar doğrudur. Okey. Nəyə baxırıq uşaqlar? 44-də. Transport, nəqliyyat adları. Truck, yük maşını, subway, metro, boat, qayıq. Bəli, cavab A olacaq. B-də whistle, fitdir, getdi. C-də carpet, location, transport deyil. D-də swing, sharks deyil. Y-də birinə shipdir, Ona görə cavab qalır A variantı. 45-də alternativ istəyir. Tez gözdən keçirək uşaqlar. Or olmalıdır, W ilə başlamamalıdır, köməkçi feillə başlamalıdır, yes, no olmamalıdır. A-da do, who gəlib, do deyirəm. Who gəlib, çıxdıq. B-də do you live olmalıdır. Mübtəda ilə xəbərin yerini qarışdırıblar. Are they playing football? Yes, they are. Alternativdə yes olmur. There is a park near our house isn't there. Bu təqdir. Is your father a doctor or an engineer? Bu doğru cavabdır. Deyir, atan həkim yoxsa mühəndisdir. Quantifiers deyir uşaqlar. Sualdır, xüsusi bir sual deyil. Yəni ki, xahiş rica bildirmir. Samları çıxın. İkinci tərəfdə də uşaqlar, yes, zera deyirəmsə, no-nu çıxacam. Y-də də uşaqlar, are there no oranges? Biraz məntiqsiz deyir. Yəni, onu niyə elə bir şey deyək ki? Cavab olacaq B var. Are there any? Yes, zera, some. Bunu da yazaq bura. Uşaqlar, deməli 47-ci suala baxırıq. 47-də deyir ki, pronounce-u tap. Leyla loves her new bicycle. Him olmaz. Hers'dan sonra isim gəlməz. She'dən sonra isim gəlməz. Söhbət bicycle-dan getdiyi üçün it is very. Bundan sonra nə gəlməlidir normalda? İsim. Yəni, bu ola bilməz. Ona görə cavab qalır 47-də A variantı. Leyla loves her. It is very comfortable. Possessive case işləyəcəyik uşaqlar. Baxıram. A bicycle is very fast. He rides it. He deyirsə uşaqlar Z yox. 1 olacaq A. Bura yazın. 2. She's playing. She'dən söhbət gedirsə nephew yox. Niece olacaq. 2 də A. Uşaqlar 1 A 2 A zaten cavab qalır. Gəlin 3-ə də baxaq. Room is very tidy. They clean. Deməli bacılar burada cəm olacaq. 3 də A. Deyəsən A getdi. Bunu çıxdıq, bunu çıxdıq, bunu çıxdıq, bunu çıxdıq. Bəli, cavab C variantı. Gəlin burada uşaqlar A-ları silin, sizin beyninizi qarışdırmasın. Yaxşımı? Yəni, onsuz da bayaq izah eləyəndə görəcəksiniz sualı. Cavab C variantıdır. Sadəcə 1-ə də A, 2-yə də A, 3-ə də A gedir ona görə.
Elə yazdım. Son 2 suala gəldik uşaqlar. Yanlış quantity expressions istəyir. Bilirsiniz də, a kilo of, nə bilim, a bottle of və s. Baxıram, A-da a kilo of rice, it's okay. B-də 2 bowls, it's okay. C-də, a bottle olmalıydı. C mənim yanlış cavabımdır. D-də some pieces doğrudur. Y-də a few slices doğrudur. Propositions gəldik ən axırıncı sualımıza. Uşaqlar, sofa nə öyrənmişdik? On the sofa. Floor nə olacaq? İstəyir mərtəbə, istəyir pol, yəni ki, döşəmə mənasında 10 olacaq. Chair-də yenə də 10 olacaq. Cavab C variantı. Burada C yazaq. Belə uşaqlar, ümid edirəm imtahanınız, sınavınız daha doğrusu yaxşı olub. İnşallah haqqınızda xeyirlisi olsun. Sağ olun.